Esselamu Aleyküm ve Rahmetullahi ve Berekatuhu. Əziz və dəyərli müsəlmanlar, dəyərli bacı və qardaşlarım, dəyərli dinləyicilər, ilk öncə özümə, sonra sizin hər birinizə uca və böyük olan Rəbbimizdən haqq təqvası ilə qorxmağı nəsihət edirəm. Həqiqətən də Allah Subhanahu wa Taala mübarək kitabında buyurur ki, sizin ən hörmətliniz Allahın dərgahında Allahdan ən çox qorxanınızdır. Şeyxülislam Təqiyüddin Əbu'l-Abbas İbn Abdülhalim İbn Teymiyyə rahimehullah. Bu günləri istəyirəm, dəyərli dinləyicilər, şeyxin cihadı barəsində danışım. Şeyx elmlə yanaşı Allah yolunda cihad edən bir kimsə idi. İbn Kəsir rahimehullah yazır ki, əgər İbn Teymiyyə olmasaydı, Şam əldən gedərdi. Allah onunla dini və dünyanı da etdi qorududur. Çünki Şeyxülislam İbn Teymiyyə həm qələmlə, həm də qılıncla nə edirdi? Cihad edirdi. O deyərdi, qılıncın qaldırdığı dini qələm qoruyar. Qələmin yazdığı dini isə qılınc nə edər? Qoruyardır. Allahu Ekber. Qardaşlarım, 1300-cü ildə, 1299-1300-cü ildə Qazan xan, Elxanilər dövlətinin xanı Qazan xan, Çingiz xanın nəslində olan Monqol 100.000 Monqol ordusu ilə Şama hücuma keçir. 100.000 ordu ilə Şama nə edir? Hücuma keçir. Və bütün şəhər qorxu içərisində idi. Sultan Nasir Məhəmməd qorxudan Misrə qaçmaq istəyirdi. Hamısı qaçıb gizlənmək istəyirdi ki, Monqollar gəlirlər. Çünki o vaxtı Monqollar gələndə, dəyərli dinləyicilər, şəhəri dağıtmaq yox, şəhəri viran qoyurdular və həmçinin üstündən də yandırırdılar. Bağdada o cür eləmişdilər. Ona görə deyir ki, əgər Şeyxülislam İbn Teymiyyə rahimehullah olmasaydı, Dəməşq Bağdadın gününə düşəcəkdi. Yəni Bağdadı necə yandırmışdısa Qazan xan, o cür nə də deməli Dəməşqi yandıracaqdı. İbn Kəsir rahimehullah Əl-Bidayə və Nihayədə danışır ki, Şeyxülislam İbn Teymiyyə 4 dənə dil bilirdi. 4 dənə dildə sərrast danışırdı. Ərəbcəsi öz doğulduğu dil idi. Doğulduğu yerdə ərəb dilində danışırdılar, yəni atası və s. Ona görə ərəb dili onun öz doğma dili idi. Və deyilir ki, Hərranda fars dili olduğu üçün elə uşaqlıqdan fars dilini də öyrənmişdi. Və rahat şəkildə fars dilində də danışırdı. Və həmçinin də İbn Kəsir rahimehullah burada gözəl bir şey vurğulayır. Deyir ki, Qazan xanla İbn Kəsir deyir ki, Şeyxülislam İbn Teymiyyə həm fars, həm də türk dillərində danışırdı və türk dili də gözəl bilirdi. O vaxtın türk dili Qıpçaq türklərinin dili idi. Azərbaycan və Qazax türkçəsinə yaxın idi. Qıpçaq türklərinin dili idi. Ona görə o dildə də. Və həmçində İbn Kəsir rahimehullah deyir ki, İbrani dilini də bilirdi. Niyə görə? Tövratı, Talmudu stat gətirirdi oradan. Və deyir, bu da çox nadir bir insanlardır, İbrani dilini bilirdilər o vaxtı üçün. Yəni bu çox yəni dəyərli bir şey sayılırdı ki, yəni bu qədər insan sanki misal üçün məsələn Azərbaycanda bizim yaşadığımız məmləkətdə hamı məsələn əksər insanlar rus dilini, Azərbaycanlı türk dilini bilir. Məsələn kimsə gəlib çıxsa ki, mən Çin dilini bilirəm. Bu biraz qəribə gələr ki, Çin dili. Eyni qaydada da İbrani dilini bilmək də o cür nə idi orada. Çünki hamı ərəb dilində, türk dilində, fars dilində danışırdı və kimsə gəlib İbranicə danışırdısa, bilirdisə, bu artıq nədir? Üstünlük sayılırdı. Və İbn Kəsir rahimehullah yazır ki, 1299-1300-cü illərdə Monqol xanı Qazan xan ordusu ilə 100.000-lik ordusu ilə gəlir, hücum edir Şama və Dəməşqə. Artıq deyir Şeyxülislam İbn Teymiyyə 36 yaşı var idi. Və dediyimiz kimi Sultan Nəsir Məhəmməd artıq deyir Misrə qaçmağa hazırlaşırdı. Və Şeyxülislam İbn Teymiyyə mininə minir, yanında 2 dənə tələbəsi və gəlir birbaşa Qazan xanın çadırasına və izin istəyir, daxil olur. Daxil olandan sonra salamı verir. Allahdan onun üçün hidayət istəyir. Çünki Qazan xan müsəlman idi. Ata-babaları atəşpərəst, yəni bütpərəst olsalar da belə, daha doğrusu bütpərəst olsalar da belə, lakin sonraki nəsillər İslamı qəbul etmişlər artıq. İslamı qəbul etmişlər. Eyni qaydada da Qazan xanı müsəlman idi, lakin
müsəlman olmağına baxmayaraq Çingiz xanın Yasaq adlı kitabı ilə hökm verirdi. Yəni bütün hökmlərini, necə ki İslam dinində Quran ilə hökm verilmir, zinakardır, oğrudur və s. cəzalar, hər şey şəriətlə nədirsə, eyni ilə o müsəlman olmağına baxmayaraq Çingiz xanın qoyduğu Yasaq adlı kitabla nə edirdi? Hökm edirdi və deyirlər ki, Yasaq kitabı bütün kitablardan, yəni Tövratdır, İncildir, Zəbur, oradan götürülmüş və toplanmış bir öz belə deyək, öz nəfsinə uyğun bir düzəltdiyi bir kitab idi. Çingiz xanın ortaya qoyduğu bir konstitusiya idi. Və bununla da məcbur edirdi ki, hamını etsin, ona tabe olsun. Və Şeyxülislam İbn Teymiyyə rahimehullah girir onun çadırasına. Deyir ki, mən deyir Muhammedin ümmətinin deyir bir elçisiyəm və gəlmişəm sənə nəsihət etməyə. Və sənə nəsihət edirəm ki, nəsihətim də odur ki, Allahdan qorxasan, müsəlmanların qanını axıtmayasan. Sənin deyir, ata-babaların bütpərəst idi. Onlar deyir, kilsələri qoruyur, xaçpərəstləri öldürmür, işləri ancaq müsəlmanlar ilə idi. Sən isə müsəlmansan, lakin buna baxmayaraq deyir, kilsələri qoruyursan, dağıtmırsan, amma məscidləri dağıdır və müsəlmanların qanını axıdırsan deyir. Sən deyir, necə müsəlmansan deyir. Və stolun üstündə donuz əti var idi. Və Qazan xan ona təklif edir ki, donuz ətindən istəyirsən, o deyir ki, haramdır, sən necə deyir, müsəlmansan ki, o donuz ətindən yeyirsən. Bütün bu hadisəni İbn Kəsir rahimehullah danışır və yanında olan tələbələri, onlar deyirdilər ki, biz artıq yəni o çadradan yəni ümidimizi itirmişdik də, biz düşünürdük ki, o çadradan biz bayıra çıxmayacağıq. Yəni bizim boyunlarımız gedəcək. Yəni Şeyxülislam İbn Teymiyyə necə onunla danışdığını biz görəndə. Çünki Monqol xanları ilə yəni o cürə danışmaq olmazdı. Kimsə danışsaydı artıq nədir? Başı bədənindən ayrılacaq. Və Qazan xan əsəbləşmək əvəzinə, əksinə onun bu cəsarəti Qazan xanın xoşuna gəlir və deyir ki, yəni mən deyir belə cəsarətli adam görməmişəm deyir. Yəni onun gözündə, yəni mənim səltənətim, yəni sıfır idi də. Yəni o mənim yanıma mənim səltənətimdən nəsə qoparmaq üçün, məndən nəsə almaq üçün, yanımda bir vəzifə tutmaq üçün gəlməmişdi deyir. O yalnız Allahdan qorxub gəlmişdir mənim yanımadır. Qazan xan deyir. Yəni təəccüblənir ona. Və Şeyxülislam İbn Teymiyyə rahimehullah ona 3 dənə təklif irəli sürür. Deyir ki, səndən tələbim budur ki, əsir düşən bütün müsəlmanları azad edəsən. Həmçinin deyir xristian və yəhudiləri, çünki onlar bizim zimməmiz altımızdadır. Onları da azad elə. İkinci deyir Şamı talamağı deyir dayandır deyir. Şamı deyir talamağı dayandır deyir. Üçüncü deyir özün də ordun da Şamdan deyir çəkilindir. Allahu Ekber. İbn Kəsir rahimehullah deyir ki, Şeyxülislam tək başına getdi və Allah onun vasitəsilə böyük bəlanı dəf etdi deyir. Əgər o getməsəydi Şam Bağdadın gününə düşəcəkdi. Əmir deyir ki, buna toxunmayın. Bu sultanın qəlbinə xof salan bir adamdır. Şama girmir və geri çəkilirlər. Dəməşq qırğından deyir qurtulurdur. Allahu Ekber. Yəni qardaşlarım, yəni Şeyxülislam İbn Teymiyyə rahimehullah elə belə insan olmayıb qardaşlar. Ona görə Allah Subhanahu va Taala onu ucaldıdı. Ona görə İbn Həzər rahimehullah deyir ki, Şeyxülislam İbn Teymiyyənin kimliyini bilmək istəyirsənsə tək İbn Qeymə baxsan kifayətdir. Ki onun tələbələri kimlər olub? İbn Kəsir, İmam Zəhəbi, İbn Qeym rahimehullah. Yəni bütün dünya müsəlmanları İbn Kəsirin təfsirini oxuyur. Bütün dünya İmam Zəhəbinin Rical elminə aid olan kitabını oxuyur. İbn Qeymin kitablarını oxuyur. Yəni görün bunlar kimin tələbəsi olublar. Görün indi müəllim nə olub. Yəni Allah Subhanahu va Taala ucaltdığı insanı heç kəs alçalda bilər. Alçaltdığını isə heç kəs ucalda bilməz. Ona görə də o insan qardaşlarım ömrü boyu 66 il ömür verib, lakin o 66 il olduqca bərəkətli bir ömür olub. Ki hansı ki o ömürdə bu qədər kitablar yazıb. O kitablar bugünə qədər oxunur və bugünə qədər də o kitablardan bidət əhlinə qarşı rədd kimi istifadə edilir. Bidət əhli də o kitaba qarşı döyüşür. Lakin heç bir şey əldə edə bilmirlər. Allahu Ekber. Kitablarının da əksəriyyətini türmədə yazıb qardaşlarım. Yanında heç bir kağız, vərəq, qələm olmadan. Allahu Ekber. Və sonra deyir İbn Kəsir rahimehullah danışır ki, Qazan xanla deyir çadırada danışandan 3 il sonra Monqollar yenidən bir hücuma keçirlər Şama və bu zaman
Şeyxülislam İbn Teymiyyə artıq deyir cəmaət ruhdan düşmüş deyəndə Şeyxülislam İbn Teymiyyə nə etdi deyir, fətva verir və deyir ki, monqollarla vuruşmaq vacibdir. Qaçan isə günahkardır. Onlar namaz qılsalar da şəriətlə hökm etmirlər. Yasaq adlı kitaba tabe olurlar. Ona görə də əmr edir, özü də minir miniyinə, yəni 40 yaşı var idi və ordu ilə deməli monqollarla döyüşür və qalib gəlirlər. Və deyir ki, İbn Kəsir rahimehullah deyir ki, bu döyüşdən sonra bir daha deyir, monqollar deyir Dəməşqə nə etmirlər, yəni hücum etmirlər. Yəni bu elə bir sanki sonuncu bir döyüş idi. Bu ilə də məğlub olub geri çəkilirlər monqollar. İbn Kəsir rahimehullah deyir ki, İbn Teymiyyəni gördük, cəmaət danışır. Elə vuruşurdu ki, sanki ölümə deyir aşiq olan bir insan idi. Bir əli ilə qılınc çalır, bir əli ilə nə edirdi, təkbir gətirirdi. Əgər İbn Teymiyyə rahimehullah olmasaydı, Şam əldən gedərdi. Allah onunla dini və dünyanı qorudu. İbn Teymiyyə həm qələmlə, həm də qılıncla cihad etdi. Qılıncın qaldırdığı dini qələm qoruyar, qələmin yazdığı dini isə qılınc nə edər? Qoruyar. Allah şeyxə rəhmət eləsin. Allah subhanahu taala onu cənnətin ən yüksək məqamı olan Firdovs cənnətinə yerləşdirsin. İnşallah növbəti dərslərimizdə Şeyxülislam İbn Teymiyyənin evliliyi, niyə görə evlənməyib, İbn Qeyyim ilə tanışlığı və s. barədə danışacaq. Allah razı olsun. Esselamu aleykum və rəhmətullah və bərəkatuhu.